Mən də bir də hamını salamlayıram, təşəkkürlər. Yəni, istədiyimiz, bugün demək olar ki, istədiyimiz meydançada alınmadı. Yəni, bunun meydançada kiminsə olması ilə bağlı deyil. Sadəcə belə oyunlar olur ki, hərdən nə qədər güc itirirsən, amma hələ o rəqibin təsirindən çıxa bilmirsən. Bugün də mənə elə gəlir ki, ilk dəqiqələrdən Tovuzun təsirinə düşdü komanda və o istədiyimiz bu 2-3 gün ərzində danışdığımız demək olar ki, məsələlər, meydançadakı gedişlər alınmadı, əfsuslar olsun. Yəni, bu təbiidir. Təbiidir, hər bir 4-5 oyundan bir zəif oyun olur və də bu istəməzdik ki, bugünkü gündə olsun, amma əfsuslar olsun. Məğlub olduq. Demək olar ki, heç nə alınmadı, yəni belə desəm. Tovuz komandasını təbrik edirəm.